Bismillahirrahmanirrahim. Qala Allah Teala fi kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve enkümül eyyâme minkum ve salihin min ibadikum ve imaikum. İn yakunu fuqara yughnimullahu min fadlih. Vallahu vasi'un alim. Sadaqallahul azim ve batin. Birinci növbədə çox mübarək məclisimiz, Rəbbi Teala məclisimizi mübarək eləsin və qardaşın məclisində xeyirlə inşallah ki tamamlasın. Bu da Rəbbimiz də Quran-ı Kərimdə, ayət-i kərimədə valideynlərin üzərinə bir missiya qoyaraq buyurmuşdur ki, evləndirin, nikahlayın evlatlarınızı və əməli salih olan əlinizə işlətdiyiniz cariyələrinizi. Və əgər onlar yoxsuldurlarsa və Rəbbi Teala fəzl-i kərəmi ilə onları zəngin edər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm hədis şəriflərində evlilik missiyası çox toxunaraq buyurur ki, öz kəlamlarında evlənin, çoxalın, mən qiyamət günü ümmətimin çoxluğu ilə digər ümmətlər arası övünəcəyəm. Və ən əsası, evli ailə qurmaq elə bir Allah qatında dəyərli bir işdir ki, hətta Peyğəmbər sallallahu əleyhi və səlləm bu ki, şübhəsiz ki, evli adamın qazancında olan bərəkət, xeyir, subay adamın qazancından 2 dəfə daha artıq olar. Və hətta Həzrət Ömər Allah ondan razı olsun bu missiya toxunaraq belə buyurur ki, nikahsız ruzi axtaranlara mən çaşıb qalmışam deməsi, yəni ailə həyatının hər maddi, həm mənəvi cəhətinə qədər önəmli olduğunu ortaya qoymaqdadır. Rəbbi Teala bu qardaşımızın bu izdivacını, bu məclisini xeyirli mübarək eləsin. Yəni valideynləri, hər iki tərəfin valideynləri gözünüz aydın olsun. Biz də öz bu dindar qardaşlar adından gəlmiş onların sevincinə, bu xoş günə şərik olaq. Rəbbi Teala mübarək eləsin, xoşbaxt eləsin. Bir ömür boyu, yəni Asimən qardaşımız elə bir qardaşı bizim aramızda, məscidimizdə də ki, ən böyük xidməti olan qardaşlardan biridir ki, ən önəmli missiyalardan birisini yerinə yetirir. Bizim müəzzimimiz də gözəl səsi ilə hər bir şəxsi namaza dəvət edir. Allah qatında ən dəyərli işlərdən, vəzifələrdən birisidir. Allah Teala bütün həyatı boyu, bütün gözəl işləri o qardaşımızın önünə çıxartmış olsun. Yəni arzu edərdik ki, bu iki gəncimiz, yəni həm xanımı, həm özü, necə ki bir qayçının iki qulbu kimi bir-birinə sıx yapışsınlar və qarşılarına çıxan maniyəni həmin anda kəsib atmağı bacarsınlar. Amin. Allah qardaşımız səni xoşbəxt eləsin. Bu qardaşların hər birisinin adından ayrı-ayrılıqda biz öz təbrikimizi söyləyirik, xeyir duamızı söyləyirik. Sən bizim qəlbimizdə geniş bir yerə sahibsən. Allah səni yenə də xoşbəxt eləsin. Xoşbəxt mübarək olsun inşallah. Amin. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Və salatu və selamu ala Muhammedin və ala alihi və sahbihi ecmaîn. Təbii Efendimiz gözəl buyurdu. Nikah Allah Resulü'nün sünnətidir. Ən gözəl birlikdəlikdir. Bizim Asiman qardaşımıza əlavə olaraq deyəcəyimiz budur ki, Allah Subhanahu Taala necə ki uşaq vaxtından saf olaraq başlayıb Allah Subhanahu Taala'nın yolunu getməyə, o şəkildə də ömrünü tamamlamağı nəsib eləsin. Allah Subhanahu Taala onun o saflığını qiymətləndirsin, onu xoşbəxt eləsin, onun ailəsini də onu başa düşən insanlardan eləsin. Ailəsi də ona dəstək olsun. Bir yerdə dünya imtahanını tamamlasınlar və cənnətdə də bir yerdə olsunlar. Çünki müsəlman evlənərkən niyyəti təkcə bu dünya üçün olmamalıdır. Çünki Allah Resulü s.ə.v buyurur ki, dünya qadınları cənnət hurilərindən 70 dəfə daha gözəl olacaqlar. Allah subhanahu ta'ala bu ailəyə nəsib eləsin ki, elə bir həyat sürsünlər. Allah subhanahu ta'ala ailəsinə də gözəl nəvələr nəsib eləsin, gözlərin nuru olan zürriyyətlər nəsib eləsin. Asiman qardaşımız biz xatırlayırıq, hətta uşaq yaşlarından 11-12 yaşından həyətlərində əzan verir. Biz oradan xatırlayırıq. O qardaş yəni uşaqlıqdan bu işə, bu yola könüllü olub, bu yolu sevib. Allah Subhanahu Taala da onu mükafatlandırsın. Xoşbəxtlik nəsib eləsin ki, bu dəfəki seçimi də daha uğurlu olsun, daha gözəl olsun. Allah Subhanahu Taala onu
mövsimini ən gözəl şəkildə sonlandırmağı nəsib etsin. Allah xoşbəxt eləsin, mübarək olsun, oğlu, qızlı olsunlar və Allah Subhanahu taala onlara salih övladlar nəsib etsin. Allah Rasul sallallahu əleyhi və səlləm deyir ki, bu günlər ən qiymətli günlərdəndir. Alimlərimiz ixtilaf ediblər. Ramazan ayının son 10 günümü yoxsa Zülhiccənin ilk 10 günümü. Və bu qərara gəliblər, cəm ediblər ki, Ramazan ayının son 10 günlük gecələr daha qiymətlidir. Zilhiccə ayının son 10 günlük gündüzlər daha qiymətlidir. Bu qiymətli günlərdə nikah bağladığı üçün Allah Subhanahu taala öz bərəkətini onlardan əsirgəməsin. Allah Subhanahu taala Qurban bayramına yaxınlaşırıq və bu gözəl günlərdə, bu bayram günlərində onlara da xoşbəxtlik, saadət nəsib eləsin. Bu şəkildə də Allah Subhanahu taala əmrləri yerinə yetirsin. Esselamu aleyküm və rəhmətullahi və bərəkətuhu. Allah xoşbəxt.